cəmaatımız gəlir. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Kənd birliyi budur. Gözəl insanlar, kəndlə ürəyi döyünən, qəlbi döyünən insanlar bax bunlardır. Bugün gəliblər, öz şəhidlərin yad eləyirlər. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Mən bu Avdar Gülafıda bu sanatoriyada 8 il işləmişəm. Mən bu cəmaatı çox yaxşı tanıyıram. Bu cəmaat çox gözəl insanlardır. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Bax, fakt sübutda budur. Bax, Avdar cəmaatı. Allah hamısına canı sağlığı versin. Xahiş edirəm, axıra qədər bu geniş Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bir daha belə acı yaşamayaq, torpaqlar heç verilməsin. Mekanları cənnət olsun, məkamları. Allah hamısına rəhmət. Gözəl şəhid. Mekanları cənnət olsun, məkamlarımız olsun. söz demək istəyəm, desin buyur. Allah şəhidlərimizin məkanını cənnət eləsin, məqamlarını uca eləsin. Mən özüm Xocavənd rayonunun Qaradağlı kəndindənəm. Hüseynov İmran Əhmədoğlu. Qaradağlı kəndində faciəvi şəkildə şəhid olmuşdu. Valideynim, öz anam da girov düşmüş, ağır işgəncələrə məruz qalmışdı. Mənim üçün çox çətindir danışmaq. Bu yerləri görürəm, mən həyəcandan bilmirəm nə deyim. Bu anları, həmin anları indi yaşayıram. Allah hər bir şəhidlərimizin məkanını cənnət eləsin, məqamlarını uca eləsin, ucadan da uca olsun. Onu bir bilirəm ki, bizim şəhidlərimiz ölməyibdir. Bizim şəhidlərimiz daimi yaşayacaq, qəlblərdə yaşayacaq. Bizlər unudularıq, amma şəhidlərimiz bir dünya durduqca bizim şəhidlərimiz duracaqdır, anılacaqdır. Bizdən sonra gələn nəsillər belə, nəsillərdən nəsillər belə bizim şəhidlərimizi anacaq, onları baş tacı elib yad eləyəcəklər onları. Hər zaman onlarla qürur duyacaqlar. Necə ki bizlər qürur duymuşuq. Bizim evlatlarımızın evlatları da o cürünə qürur duyacaqlar ki, yəni 88-dən 44 günlükdən antiterrordan qar uçqununa olmuş şəhidlərimizi yaşadan bizim atalarımız, analarımız, bacılarımız, qardaşlarımız gəlir ki, bizdən sonra gələn nəsillərdə eyni o formada da yaşadıb yad eləyəcəklər. Çox sağ olun, təşəkkür edirəm, sizə də minnətdaram. Bu tədbiri də təşkil edənlərə ayrı-ayrılıqda hər birinə təşəkkür edirəm. Hicran xanıma təşəkkür edirəm ki, bu cürünə şəhid analarımızın mənəvi dəstək olub, onlara mənəvi dəstək olub, hər birisinin gözün yoldan yığır, evlatlarının harada şəhid olmağından, harada döyüşməyindən, harada olmaqlarından xəbərdar olurlar. Evlatlarının ayaqlarının basdıqları torpaqları istəyirlər, analar da ayaqlarını basırlar. Bu günləri mən çox şadam ki, bu analarla birgəyəm. Allah anaları da var eləsin. Allah Teala hər birinizə sağlıqlı ömür versin, dəyərli analarım mənim, dəyərli analarım. O sinənizdə necə ki yaşadırsınız, gəzdirirsiniz, tanıtdırırsınız evlatlarınızı, bir ömür boyu da sizlər elə tanınıb baş tacı olasınız. Hər birinizə can sağlığı arzulayıram. Sizə də böyük minnətdarlıq bildirirəm ki, siz də biz şəhid analarının, şəhid evlatlarının yanında olursunuz. Çox sağ olun. Sağ olun.
Azərbaycanlı olaraq mən bugün fəxr edirəm ki, mən bugün Ağdam torpağındayam və bizim ən balaca şəhidimiz olan İsrafili anmağa gəlmişəm. O Qərbi Azərbaycan Şəhid kəndindən gəlib, burada şəhid olub. Şəhidlik zirvəsinə yönəlib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bunlar da içkin, bunlar da içkin şehitler. Tez kapısınlar. Allah hamısına rəhmət eləsin. Ben istemezdim kendi şekilde göremem. Niye hiç olmasa demedim gitme. Bir defa niye demedim gitme. Yaranan birinci muharebeden dedim gidin. Kendi boş koyup gitmeyeyim. Kendi bile məyus koyup gitmeyeyim. Oğul neçə dəfələrlə demişəm, südüm sizə haram oldu mu, kendi boş koyup gitsəniz. Sən demişəm bəlkə. Allah içkin şehitlerimizin qapılarını açsın. Tezliklə onlardan da bir xəbər gəlsin. Bütün nə qədər 4000'dən çox içkinimiz var. Allah onların yerini bəlli eləsin. Çox sağ olun. Sağ olun. Yani bu kardeşler de Avdar kendinin nümayəndələridir. Allah canları sağ eləsin. Ben bir 35 ildir ki bunları görüyorum. Bir gün gördüm, çok hoş oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı. Ağdam rayonunun en səfalı, en belə istirahətli zonası. Bak bu Ağdam kəndi. Ağdam kəndinin, Ağdam rayonunun ben bura həmişə şahı demişəm. Gözəlliyi demişəm. İnşallah sağlıq, salamatçılıqla Ali Başkomandanın sayəsində o gözəlliklər yenidən qurulacaq. İnşallah. Allah hamısının canı sağ eləsin. Avdal insanları, Avdal cəmaatı çox gözəl insanlar. Mən onların hər birisinin çörəyin yemişəm. Allah canları sağ eləsin. Çox sağ olun. Nə deyim, bax bu cənnəti görən nə deməlidir? Allah bunların hamısına rəhmət eləsin. Allah sizin də köməyiniz olsun ki, gəlib belə işıqlandırırsınız. Sağ olun. Canınız sağ eləsin. Elə sizin də canınız sağ eləsin. Ağdam birliyində Burada gəlib gördüyünüz işləri işləri işıqlandırırsınız. O şəbəkələrdə, nə bilim, bizim orada hər yerdə görürük. Biliyoruz. Bak böyle çəkdikcəndə qutarmır ki, maşallah. Qəşənglərlə çölükdə yığıldı, ziyarətlər də olundu. Əladır. Şurada 40 pilləkən idi, bunu da saymaq lazımdır. Qəşəkdə gəzirik. Allah'ım ya nəsib eləsin. Burada da Allah bütün şəhidlərimizə qəni rəhmət eləsin.